Hörmətli izləyici, İslam tarixinin fətihlərlə dolu çoxsaylı şanlı şərəfli səhifələri ilə yanaşı, həm də qəlbləri titrədən, gözləri yaşardan və insanı qəm-qüssəyə boğan, təəssüf doğuracaq səhifələri də olmuşdur. Bu səhifələrdən biri də Peyğəmbərin nəvəsi Hüseyn ibn Əlinin, Allah ondan razı olsun, məzlumcasına qətlə yetirilməsi hadisəsidir. Hər bir müsəlmana vacib olan bu cür hadisələrdən ibrət götürməkdir. Bu ürək dağlayan hadisədən ibrət dərsi götürmək əvəzinə çox təəssüflər olsun ki, bundan öz siyasi məqsədləri və məzhəb ambisiyaları üçün sui-istifadə edənlər də mövcuddur. Bu video çarxımızda sizlərə İmam Hüseynin şəhadəti haqqında dolğun və düzgün məlumat verməyə və bu hadisənin pərdə arxası, o cümlədən də səbəbkarları haqqında danışmağa çalışacağıq. Kərbəla hadisəsi barədə dəqiq məlumat. Yezdə beyət edilməsi və Hüseynin beyətdən imtina edib Məkkədən Kufəyə getməsi. Hicrətin 60-cı ilində Yezidin xəlifəliyinə beyət edildi. Bu vaxt onun 34 yaşı var idi. Mədinədə olan Hüseyn ibn Əli və Abdullah ibn Zübeyir, Allah onların hər ikisindən razı olsun, Yezdə beyət etməmişdilər. Onların hər ikisi də ilk növbədə Abdullah ibn Zübeyir və daha sonra da onun ardınca Hüseyn ibn Əli Yezdə beyət etmədən Məkkəyə yola düşdülər. İraq əhalisinin Hüseynə məktublar göndərməsi, Yezidi və atası Muaviyyənin xilafətini istəməyən, rəhbərlikdə yalnız əlini və övladlarını görmək istəyən İraq cəmaatı Hüseynin Yezid ibn Muaviyyəyə beyət etməməsini eşitdikdə Hüseyn ibn Əliyə məktublar yazdılar. Məktublarda deyilirdi, biz hamımız sənə beyət etmişik və səndən başqasını da istəmirik. Bizim boynumuzda Yezid üçün beyət yoxdur. Biz yalnız sənə beyət etmişik. Hüseynə gələn məktublar çoxaldı, hətta məktubların sayı 500-ü keçmişdi. Bütün məktublar Kufə cəmaatından gəlirdi. Onlar Hüseynin Kufəyə gəlməsini təkidlə tələb edirdilər. Hüseynin Muslim ibn Əqili göndərməsi. Bütün bunlardan sonra Hüseyn ibn Əli, əmisi oğlu Muslim ibn Əqili, Allah ondan razı olsun, bu məsələləri dəqiqləşdirmək üçün və mahiyyətini anlamaq məqsədi ilə Kufəyə göndərdi. Muslim ibn Əqil Kufəyə çatanda bu haqda cəmaatdan soruşmağa, araşdırma aparmağa başladı. Və sonda cəmaatın doğrudan da Yezidi istəmədiklərinin şahidi oldu. Hamı Hüseyn ibn Əlini istəyirdi. Muslim ibn Əqil Hani ibn Urvənin evində qonaq qaldı. Cəmaat tək-tək, dəstə-dəstə gəlib Hüseynə beyət adı ilə Muslim ibn Əqilə beyət edirdilər. Beləliklə hamının beyəti tamamlandı. Numan ibn Bəşir Kufənin Yezid ibn Muaviyyə tərəfindən təyin edilmiş əmri idi. Numan ibn Bəşir Muslim ibn Əqilin Kufəyə gəlməsindən, Hüseynin adından cəmaatdan beyət almasından agah olduqda, özünü sanki heç bir şeydən xəbəri yoxmuş kimi göstərir və baş verənlərə əhəmiyyət vermirdi. Onun yanında olan bəzi adamlar Şama gedib baş verən hadisələr haqda Yezidə xəbər verdilər. Və dedilər ki, bəs cəmaat Muslim ibn Əqilə beyət edir, Numan ibn Bəşir isə heç bir tədbir görmür. Ubeydullah ibn Ziyadın Kufəyə əmir təyin edilməsi. Yezid Numan ibn Bəşirin vəzifədən azad edilməsi haqda əmr verdi və problemlərin həlli üçün Bəsrə şəhərinə əmirlik edən Ubeydullah ibn Ziyada Kufə əmirliyini də verib, onu hər iki şəhərin rəhbəri etdi. Ubeydullah ibn Ziyad özünü tanıtdırmadan gizli bir şəkildə gecə ikən Kufəyə çatdı. Yolda qarşısına çıxan insanlara salam verdikdə insanlar onun Hüseyn olduğunu və gecə vaxtı tanınmasın deyə məqsədli şəkildə gizlicə şəhərə daxil olduğunu zənn edib ona belə cavab verirdilər. Ey Peyğəmbərin qızının oğlu, sənə də Allahın salamı olsun. Bunu görən Ubeydullah ibn Ziyad işin ciddiliyini və cəmaatın Hüseyn ibn Əlini gözlədiyini başa düşdü. Bundan sonra qəsrə daxil oldu və Məqal adlı köləsini baş verənlər haqda bir xəbər gətirməyi və bu işə başçılıq edənlərin kimliyini öyrənməyi tapşırdı. Məqal cəmaatın arasına gəlib, özünün 3000 dinarla Hims əyalətindən Hüseynə kömək etmək üçün gəldiyini söylədi. O, soruşa-soruşa gəlib Hani ibn Urvanın evinə çatdı. Evə daxil olduqda orada Muslim ibn Əqili gördü və ona beyət edərək 3000 dinarı ona verdi. Bundan sonra bir neçə gün ora gedib gələrək baş verənləri tam dəqiqliyi ilə öyrəndi. Sonra Ubeydullah ibn Ziyadın yanına qayıdıb baş verənləri ona çatdırdı. Hüseynin Məkkədən Kufəyə getməsi.
Ara sakitləşdikdən və cəmaatın çox hissəsi Muslim ibn Əqilə beyət etdikdən sonra Muslim Hüseynə məktub yazaraq bildirdi. Artıq Kufəyə gəlmək vaxtıdır. Hər şey hazırdır. Hüseyn radiyallahu anhu tərviyə günü, yəni Zilhiccə ayının 8-ci günü öz yaxınları və 60-a yaxın Kufəli ilə Məkkədən Kufəyə yola düşdü. Kufədə isə Muslim ibn Əqilin nə etdiyindən xəbər tutan Ubeydullah ibn Ziyad ev sahibi Hani ibn Urvanın onun yanına gətirilməsini istədi. Onu gətirdikdə Ubeydullah soruşdu. Muslim ibn Əqil hardadır? Hani ibn Urvan dedi ki, bilmirəm. Ubeydullah öz köləsini çağırdı və Haniyə dedi. Onu tanıyırsan? Hani ibn Urva bəli deyərək əlini dişləyib məsələnin, yəni kölənin onlarla sövdələşməsinin Ubeydullah ibn Ziyad tərəfindən bir tələ olduğunu başa düşdü. Ubeydullah dedi. Muslim ibn Əqil hardadır? Hani ibn Urva dedi, Allah'a and olsun, əgər ayağımın altında olsaydı, ayağımı qaldırmazdım. Bu sözdən sonra Ubeydullah onu vurdu və həbs edilməsini əmr etdi. Kufə cəmaatının Muslim ibn Əqili tənha qoyması və ona xəyanət etməsi. Bu xəbər Muslim ibn Əqilə çatdıqda 4000 qoşunla Ubeydullah ibn Ziyadın qəsrini mühasirəyə aldı. Kufə cəmaatı da onun dəstəsinə qatılmışdı. O zaman Ubeydullahın ətrafında cəmaat arasında hörmətə malik insanlar var idi. Ubeydullah onlara böyük bəxşişlər vəd edib, Şam qoşunu ilə onları qorxudaraq dedi, cəmaatı Muslim ibn Əqildən kənarlaşdırın. Muslimin tərəfində 4000 nəfər var idi və onların şüarı biz ölümə hazırıq sözləri idi. Ubeydullahın təklif və hədələrindən sonra qəbilə başçıları və şan şöhrətli insanlar cəmaatı Muslim ibn Əqildən yayındırmağa başladılar. Belə olan halda ana öz övladını, qardaş qardaşını və qəbilə başçısı öz adamlarını Muslimin dəstəsindən ayırmağa başladı. Sonda Muslimlə birgə 4000 nəfərdən yalnız 30 nəfər qaldı. Günəş batmadan öncə qalan adamlar da onu tərk etdilər və Muslim ibn Əqil tək tənha qaldı. O, Kufə küçələrində gəzir və hara gedəcəyini bilmirdi. Muslim Kində qəbiləsində olan bir qadının qapısını döyür və ondan su istəyir. Bunu görən qadın təəccüblənərək soruşur, sən kimsən? O cavab verir ki, mən Muslim ibn Əqiləm, Hüseynə Kufəyə gəlməsi haqda xəbər göndərmişəm. İnsanlar isə mənə xəyanət ediblər. Bunu eşidən qadın onu evinə daxil etdi və ona yemək içmək verdi. Lakin qadının uşağı gedib Ubeydullah ibn Ziyada Muslim ibn Əqilin yerini xəbər verdi. Ubeydullah deyilən yerə 70 nəfərlik dəstə göndərdi. Onlar evi mühasirəyə aldılar. Muslim onlara müqavimət göstərirdi. Lakin onlar Muslimə aman verdikdən sonra Muslim təslim oldu. Onu Ubeydullah ibn Ziyad olan qəsrə apardılar. Muslim ibn Əqil ora daxil olduqda Ubeydullah ondan bu üsyanın səbəbini soruşdu. Muslim dedi ki, bizim boynumuzda Hüseyn ibn Əli üçün beyət var. Ubeydullah dedi, mən səni öldürəcəm. Muslim dedi ki, qoy vəsiyyətimi edim, ondan sonra öldürərsən. Ubeydullah dedi, yaxşı vəsiyyətini et. Muslim ətrafına baxdıqda Ömər ibn Səadi gördü və dedi, mən ən yaxın olan sənsən, gəl sənə vəsiyyət edim. Muslim onu evin bir küncünə çəkib dedi, Hüseynə geri qayıtması haqda xəbər göndər. İşin baş tutmaması və Kufə cəmaatının ona xəyanət etməsi xəbərini Hüseynə çatdırmaq üçün Ömər ibn Səad bir nəfəri onun yanına göndərdi. Muslim öz vəsiyyətində Hüseynə bu sözləri çatdırmışdı. Ailən ilə geri qayıt. Kufə cəmaatı sənin gözünü bağlamasın. Onlar mənə də, sənə də yalan danışıblar. Yalancı adamın bir fikri, bir sifəti olmaz. Ərafa günü, yəni Zilhiccənin 9-cu Muslim ibn Əqil qətlə yetirildi. Ondan bir gün öncə isə artıq Hüseyn Məkkədən Kufəyə doğru yola çıxmışdı. Sahabələrin Hüseynin Kufəyə getməsinə etirazları. Bir çox sahabələr, o cümlədən Abdullah ibn Ömər, Abdullah ibn Abbas, Abdullah ibn Amr ibn Əl-As, Əbu Səid Əl-Xudri, Abdullah ibn Zübeyr və Hüseynin ana ayrı ata bir qardaşı Məhəmməd ibn Hənəfiyyə Hüseyn ibn Əlini Kufəyə getməkdən yayındırmağa çalışdılar. Onlar Hüseynin Kufəyə getmək istədiyini bildikdə onu bu işdən çəkindirmək istədilər. Hüseynin İraqa yola düşməsi xəbəri İbn Ömərə, Allah ondan razı olsun, çatdıqda İbn Ömər Məkkədə idi. Miniyinə minib 3 günlük yol qət etdikdən sonra Hüseynə yetişdi və ona belə dedi, hara gedirsən? Hüseyn dedi ki, İraqa gedirəm.
Sonra o İraq cəmaatından ona gələn beyət haqda məktubları çıxartdı və dedi: "Bu onların yazdıqları məktublar və etdikləri beyətlərdir." Halbuki İraq cəmaatı bu yazılarla onu aldatmışdılar. İbn Ömər dedi: "Sən onların yanına getmə." Hüseyn isə getmək fikrində qəti idi. İbn Ömər ona dedi ki, "Mən sənə bir hədis danışacağam." Cəbrail aleyhissalam Peyğəmbərin sallallahu aleyhi və səlləmin yanına gəlib, ya dünyanı ya da ahireti seçməyi təklif etdi. Peyğəmbər isə dünyanı istəməyərək ahireti seçdi. Sən də onun bir parçasısan. Allaha and olsun ki, sizin heç biriniz dünyaya qalmayacaqsınız. Allah sizi bundan daha da xeyirli olan işə, yəni ahirete yönətmişdir. Bütün bunlara baxmayaraq, Hüseyin radiyallahu anhu geri qayıtmağa razı olmadı. Abdullah ibn Ömər, Allah ondan razı olsun, onu qucaqlayıb, ağladı və dedi: "Mən səninlə öləcək bir insan kimi vidalaşıram." Abdullah ibn Zübeyir də Hüseynə belə demişdi: "Hara gedirsən? Sən atanı öldürən və qardaşına xəyanət edən bir cəmatın yanına gedirsən? Gəl sən ora getmə." Hüseyn onun da sözünə qulaq asmayıb, getmək qərarından dönmədi. Əbu Said Əl-Xudri də Hüseynə belə demişdi: "Ey Əbu Abdullah, mən sənə tövsiyə edirəm, sizə can yandırıram. Mən eşitmişəm ki, Küfəli tərəfdarlarını sizə məktub yazıb, sizi ora çağırırlar. Sən ora getmə. Mən sənin atanın Küfə haqda belə dediyini eşitmişəm. Allaha and olsun, mən onlardan təngə gəlmişəm, onlara nifrət edirəm. Onlar özləri məni təngə gətirib, nifrət yaradıblar. Onlar heç vaxt vəfalı olmayıblar. Kim onlarla qələbə qazanarsa, çürük bir ox qazanar. Allaha and olsun ki, onların xoş məramı, heç bir işə həvəsi və qılınc qarşısında dözümləri yoxdur." Abdullah ibn Cəfər ibn Əbu Talib öz oğlanları Muhammed və Avunla Hüseynə məktub göndərmişdi. Məktubda belə deyilirdi: "Səni and verirəm Allaha, heç yerə getmə. Qorxuram, səni ailənlə birlikdə qətlə yetirsinlər." Abdullah ibn Amr ibn Əl-As demişdir: "Hüseyin çox tələsdi. Vallahi ki, onun belə bir iş tutacağından xəbərim olsaydı, onun qarşısını almaq üçün əlimdən gələni edərdim." Qeyd etdiyimiz bu dialoqlar İbn Kəsirin məşhur Əl-Bidayə və Nihayə əsərində keçməkdədir. Buyurub, həmin mənbədən deyilənləri oxuya bilərsiniz. Hüseyin Məkkədən çıxdıqdan sonra Mərvan ibn Həkəm Ubeydullah ibn Ziyada məktub yazdı. Məktubda deyilirdi: "Hüseyin ibn Əli sənin yanına gəlir. Biləsən, o Fatimənin oğlu Hüseyindir. Fatimə də Rəsulullahın sallallahu aleyhi və səlləmin qızıdır. Vallahi ki, Hüseyin bizim üçün hamıdan əzizdir. Bax, nəfsinə uyub elə iş tutmayasan ki, cəmaat sənə tənə vursun və gələcək nəsillər bundan danışsın. Vəsselamu aleykum." Təbəqat 567, Təhzibül Kəməl kitablarında keçməkdədir. Hüseyin yolda Zat Ür deyilən bir yerdə Fərəzdəq adlı məşhur şairə rast gəldi. Hüseyin ondan Küfəllər barəsində soruşdu. Fərəzdəq ona Küfəllərin sözlərinin üstündə duran adamlar olmadıqlarını bildirdi. Hüseyin ona Küfəllərin yazdıqları məktubları göstərəndə Fərəzdəq dedi ki, "Onlar səni qoyub qaçacaqlar. Getmə onların yanına. Biləsən ki, sən qəlbləri zahirən səninlə olan, əlləri isə sənin əleyhinə qalxacaq bir tayfanın yanına gedirsən." Əl-Bidayə və Nihayə kitabında keçməkdədir. Hüseynin radiyallahu anhunun Əl-Qadisiyyə adlı yerə çatması, Ömər ibn Sa'dın göndərdiyi elçi vasitəsilə Musib ibn Əqilin ölüm xəbəri və vəsiyyəti, həmçinin Küfə cəmaatının xəyanət xəbəri Hüseynə gəlib çatdı. Hüseyn radiyallahu anhu geri qayıtmaq haqda fikirləşdi və yanında olan Musib ibn Əqilin övladları ilə məsləhətləşdi. Lakin Müslimin övladları dedilər ki, "Xeyr, Allaha and olsun, biz atamızın qisasını almayınca geri qayıdan deyilik." Sonunda Hüseyin də onların bu fikri ilə razılaşdı. Ubeydullah ibn Ziyad Hüseynin onlara tərəf gəlməsini eşitdikdə, Hurrət Təmiminin ilkin mərhələ olaraq 1000 nəfərlik dəstəsi ilə onun qarşısına çıxmasını əmr etdi. O, Qadisiyyə yaxınlığında Hüseyin ilə rastlaşdı. Hurrət Təmimi ona dedi: "Ey Peyğəmbərin qız nəvəsi, hara belə?" Hüseyin radiyallahu anh dedi ki, "İraqa tərəf." Hurrət Təmimi dedi: "Mən sənə geri qayıtmağa əmr edirəm. Qoy Allah məni səninlə sınağa çəkməsin. Ya gəldiyin yerə qayıt, ya da Yezdin yanına, yəni Şama get. Amma Küfəyə getmə." Hüseyin deyilənlərə məhəl qoymadı və İraqa tərəf yoluna davam etdi. Hurri isə onun qarşısını kəsib getməyinə mane olmağa çalışsa da,
onu dilə tuta bilmədi. Hüseynin Kərbalaya çatması. Hüseyn artıq Kərbəla adlı yerə çatmışdı. Onlar Kərbalaya yetişdikdə Ömər ibn Səadin başçılıq etdiyi 4 minlik ordu ilə qarşılaşdılar. Həmin yerə çatanda Hüseyn dedi, "Bura haradır?" Dedilər, "Kərbəla." Hüseyn belə dedi, "Kərb, yəni kədər və bəla, yəni kədər və bəla olan bir yerdir bura." Ömər ibn Səadin qoşunu gəlib çatanda o Hüseynlə danışdı və onunla bərabər İraqa, Ubeydullah ibn Ziyadın yanına getməsini tələb etdi. Lakin Hüseyn bu təklifdən imtina etdi. Ömər ibn Səadin 4 minlik qoşunu Hüseyni və ətrafında olanları mühasirəyə almışdı. Həzrət Hüseyn işin ciddi olduğunu gördükdə Ömər ibn Səadə belə dedi, "Mən sənə 3 şeydən birini seçməyi təklif edirəm." Ömər ibn Səad dedi, "Təkliflərin nədir?" Hüseyn dedi ki, "Ya mənə icazə verin Məkkəyə geri qayıdım, ya müsəlmanların döyüşdükləri cəbhələrin birinə cihada gedim, ya da Şama Yezidin yanına gedib onunla danışım." Ömər ibn Səad dedi, "Bəli, sən Yezidə xəbər göndər, mən isə Ubeydullah ibn Ziyada xəbər göndərim. Görək məsələ necə olacaq." Hüseyn Yezidə xəbər göndərmədi. Ömər ibn Səad isə Ubeydullah ibn Ziyada xəbər göndərdi. Elçi Ubeydullah ibn Ziyadın yanına gəlib Hüseynin bu 3 şeydən birini seçmək təklifini ona çatdırdı. Ubeydullah deyilən təkliflərə razılaşdı və dedi ki, "Qoy Hüseyn istədiyi təklifi seçsin." Ubeydullah ibn Ziyadın yanında Şimr ibn Zilcəvşən adlı bir nəfər var idi. O, Ubeydullahın ən yaxın adamlarından sayılırdı. Şimr dedi, "Allaha and olsun, xeyr, Hüseyn mütləq sənin hakimiyyətinə tabi olmalıdır. Ona üz vermə, güzəştə getmə." Ubeydullah onun bu sözündən qürurlanıb dedi ki, "Bəli, Hüseyn ilk olaraq mənim hakimiyyətimə tabi olmalıdır, yəni Hüseyn Küfəyə gəlməli və sonra mən özüm onu Şama, cəbhə xəttinə və ya Məkkə şəhərinə yollayaram." Ubeydullah ibn Ziyad Şimr ibn Zilcəvşəni hadisə yerinə göndərdi və dedi ki, "Sən get və qoy Hüseyn Ömər ibn Səadin razılığı ilə mənim hökmümə tabi olsun. Əgər Ömər ibn Səad deyilən təklifə razılaşmasa, o zaman onun yerinə rəhbər sən olarsan." Şimr ibn Zilcəvşən Hüseynin Hur ibn Yezidin və Ömər ibn Səadin olduğu yerə gəldi. Hüseyn Ubeydullah ibn Ziyadın hakimiyyətinə tabi olmaq təklifini eşitdikdə bundan imtina etdi və dedi, "Allaha and olsun, mən heç vaxt Ubeydullah ibn Ziyadın hökmünə tabi olan deyiləm." Hüseyn radiyallahu anhu Küfə qoşununu Allahın adı ilə xəbərdar etdi. Hüseynin dəstəsi 72 süvaridən ibarət idi. Küfədən gələn dəstənin sayı isə artıq 5000 nəfərə çatmışdı. Hər iki dəstə üz-üzə gəldikdə Hüseyn İbn Ziyadın qoşununa dedi, "Özünüzü mühakimə edin və düşünün, sizə mənim kimi bir adamla döyüşmək yaraşarmı? Mən sizin peyğəmbərinizin qızının oğluyam. Yer üzündə məndən başqa peyğəmbərin qız nəvəsi yoxdur." Peyğəmbər sallallahu aleyhi və səlləm, "Qardaşım və mənim haqqımda belə demişdir. Bunlar ikisi cənnət cavanlarının ağalarıdır." Tirmizi rəvayət etmişdir. Hüseyn qoşunu Ubeydullah ibn Ziyadın əmrini tərk edib onun dəstəsinə qatılmağa təşviq edirdi. Nəticədə 30 nəfər onun dəstəsinə qatıldı və onların arasında Ubeydullah ibn Ziyadın göndərdiyi ilk dəstənin sərkərdəsi Hur ibn Yezid də var idi. Hur ibn Yezidə dedilər ki, "Sən bizimlə qoşun rəhbəri kimi gəlmisən, indi isə Hüseynin dəstəsinə keçirsən." Hur dedi, "Vay olsun sizə, Allaha and olsun, mən cənnətlə cəhənnəm arasında seçim edirəm. Allaha and olsun, məni doğrasalar da, yandırsalar da, cənnətdən imtina edən deyiləm." Həftənin 4-cü günü Hüseyn həm özünün, həm də Ubeydullah ibn Ziyadın qoşununa namazda imamlıq edərək zöhr və əsr namazlarını qıldırdı. O əvvəlcədən onlara demişdi ki, namazda bir nəfər bizdən, bir nəfər də sizdən imam dayansın. Lakin hər iki tərəfin cavabı belə olmuşdu. "Biz sənin arxanda qılacağıq." Onlar zöhr və əsr namazlarını Hüseynin arxasında qıldılar. Məğrib vaxtı yaxınlaşdıqda bir göz yuxu vuran Hüseyn qılıncına söykənmiş halda dayanırdı və birdən qarşı tərəfin süvarilərinin ona tərəf gəldiyini gördü. Hüseyn dedi, "Bu nədir?" "Qarşı tərəfdir," dedilər. Hüseyn, "Onlar tərəfə gedin və baxın görün nə istəyirlər." Hüseyn tərəfdən 20 nəfər atlı onların qarşısına çıxdı. Dəstə arasında Hüseynin qardaşı Abbas ibn Əli də var idi. Onlar qarşı tərəflə söhbət etdilər və istəklərini soruşdular.
Onlar dedilər ki, ya Hüseyin Ubeydullah ibn Ziyadın hökmünə tabi olmalıdır, ya da döyüş olacaq. Hüseynin adamları dedilər ki, biz gərək bu haqda Hüseyinlə məsləhətləşək. Onlar Hüseynin radiyallahu anhunun yanına gəlib və bu xəbəri ona çatdırdılar. Hüseyin dedi ki, onlara deyin ki, bu gecə bizə möhlət versinlər. Namaz qılım, sabah onlara bir söz deyərik. Mən uca və pak Rəbbim üçün namaz qılmağı çox xoşlayıram, dedi. Hüseyin və onunla olanlar o gecəni Allaha ibadət içərisində dua və bağışlanma diləməklə keçirdilər. Allah onlardan razı olsun. Taf döyüşü, Hicri 61-ci il. Hüseyin, Allah ondan razı olsun, Ubeydullah ibn Ziyadı təslim olmaqdan imtina etdikdən sonra cümə gününün səhəri iki tərəf arasında döyüş başladı. Bu döyüşdən Yezidin xəbəri yox idi. Çünki döyüşü İbn Ziyad Yezidin xəbəri olmadan başlatmışdı. Təbii ki, tərəflərin qüvvələri nisbəti bərabər deyildi. Hüseynin tərəfdarları malik olduqları qoşunla kifayət qədər dözüm göstərə bilməyəcəklərini anladılar. Buna görə də onların yeganə məqsədləri Həzrəti Hüseyni müdafiə edərək onunla bərabər şəhid olmaq oldu. Onlar Hüseyni müdafiə edərək bir-birinin ardınca şəhid olurdular. Beləliklə Hüseyndən başqa, Allah ondan razı olsun, onların hamısı öldürüldülər. Allah onlardan razı olsun. Bundan sonra Hüseyin radiyallahu anhu günün əksər hissəsini tənha qaldı. Heç kəs ona yaxınlaşmağa, onu öldürüb bu bəlaya düçar olmağa cürət etmirdi. Bu hal bir qədər davam etdi. Bir müddətdən sonra Şümür İbn Zilcəvşən irəli atılıb cəmaata dedi, vay sizin halınıza, onu mühasirəyə alın və öldürün. Bundan sonra onlar Hüseyni mühasirəyə aldılar. Hüseyin əlində qılınc onların əhatəsinə dövrə vurmağa başladı. Aslan şücaətli Hüseyin radiyallahu anhu hətta onlardan bir neçəsini də öldürməyə müvəffəq oldu. Lakin yenə də say çoxluğu tək olanın şücaətinə qalib gəldi. Şümür haray çəkib dedi, vay sizin halınıza, nə gözləyirsiniz? İrəli atılın, onu öldürün. Onlar irəli atılıb Hüseyni qətlə yetirdilər. Hüseynin radiyallahu anhunun qətlini icra edən və başını kəsən Sinan ibn Ənəs Ən-Nəxai idi. Digər tarixi rəvayətdə isə onu öldürənin məhz elə Şümür olduğu deyilir. Allah onun üzünü qara etsin. Hüseyin qətlə yetirildikdən sonra onun başını Kufəyə Ubeydullah ibn Ziyadın yanına gətirdilər. İbn Ziyad əlində olan çubuqla Hüseynin başına döyməyə başladı və çubuğu onun ağzına salıb dedi, bu ağız idi bəlağətli danışan. Bu hadisəni görən yaşlı sahabə Ənəs ibn Malik ayağa qalxaraq belə dedi, Allaha and olsun ki, sən çox murdar bir iş görürsən. Sənin o çubuqla qurdaladığın ağızdan mən Peyğəmbərin sallallahu aleyhi və səlləmin öpdüyünü görmüşəm. Səhih Əl-Buxaridə keçir bu rəvayət. Hüseyni və onunla birgə olanları Hicrətin 61-ci ilində Aşura günü, yəni Məhərrəm ayının 10-u cümə günü qətlə yetirdilər. Hüseyin radiyallahu anhu 56 yaşında şəhid oldu. Hüseyinlə birgə bu döyüşdə 72 nəfər də şəhid olmuşdu. İbn Sa'din dəstəsindən isə 88 nəfər öldürülmüşdü. Hüseyin şəhid olduqdan sonra Ömər ibn Səd onların qadınlarına və uşaqlarına toxunmamağı, onlarla gözəl rəftar etməyi buyurdu və onları İbn Ziyadın yanına göndərdi. İbn Ziyad da qadınlara və uşaqlara yemək və geyim, üstəlik qalmağa yer verməyi əmr etdi. Əlbəttə ki, bu çox kədərli və üzücü bir hadisədir. Heç şübhəsiz ki, Hüseyni və onun tərəfdarlarını qətlə yetirənlərin hamısı ziyana uğramış və Allahın qəzəbinə düçar olmuşlar. Allah onların layiqli cəzasını verəcəkdir. Hüseyin və onunla birlikdə vuruşanlar isə şəhid olmuş, Allahın rəhmətinə qovuşmuş və onun razılığını qazanmışlar. Allah onlara da rəhmət etsin. Taf döyüşündə İmam Hüseyinlə birlikdə şəhid olan ailə üzvləri bunlardır. Həzrət Əlinin, Allah ondan razı olsun, övladlarından Hüseyin, Əbu Bəkir, Muhammed, Osman, Cəfər və Abbas. Həsənin övladlarından Əbu Bəkir, Qasım və Abdullah. Hüseynin öz övladlarından böyük oğlu Əli və Abdullah. Əqilin övladlarından Abdullah, Abdurrahman və Cəfər. Abdullah ibn Cəfərin övladlarından isə Avun və Muhammed idi. Şəhidlərin sırasına Əqilin oğlu Müslimi də və Müslimin oğlu Abdullahı da əlavə etmək lazımdır. Adları sadalanan 18 nəfər qüvvələr nisbətinin bərabər olmadığı bir döyüşdə qətlə yetirilənlərdir. Onlar Peyğəmbərin sallallahu aleyhi və səlləmin əhl-i beytinin üzvləri idilər.
Bu hadisə, bu məlumatlar Təbərinin tarix kitabında keçməkdədir. Çoxlarının bilmədiyi bir məsələ də budur ki, Həzrəti Hüseyn ilə öldürülənlər arasında Əli ibn Əbu Talibin, Allah ondan razı olsun, Əbu Bəkir, Osman adlı övladları da var idi. Hətta Həsənin, Allah ondan razı olsun, Əbu Bəkir adlı övladı da var idi. Lakin bəzilərinin İmam Hüseynin qətli haqqında danışdıqları səs yazılarında, həmçinin xütbə və yazdıqları kitablarda nədənsə bu adlara rast gəlmirik. Bunun səbəbi odur ki, bu adları eşidən insanlar İmam Əlinin övladlarına Əbu Bəkir, Ömər və Osman adlarını verməsini, hətta Hüseynin öz övladını Əbu Bəkir adı ilə adlandırılmasını gizlətmək istəyirlər. Həqiqətən də bu çox məkirli bir haldır. Bu fakt İmam Əli və Hüseynin Əhl-i Beytin Əbu Bəkirə olan sevgisinə dəlalət edir ki, bu barədə düşünən hər bir kəs Əbu Bəkirə atılan bir çox iftiraların fərqinə varmağa başlayır. Elə yeri gəlmişkən, bizim kanalımızda Əbu Bəkir Əs-Siddiq haqqında çox gözəl video materiallar var. Biz orada Əbu Bəkirin həyatı haqqında, onun İslama göstərdiyi xidmətlər haqqında və həmçinin də Əbu Bəkir Əs-Siddiqə atılan böhtanlar və o böhtanların cavabı haqqında ətraflı video material təqdim etmişik. Sizdən ricamız budur ki, həmin videonu da izləyin və paylaşın ki, insanlarımız bu tarixi faktlarla tanış olsunlar. İmam Hüseynin yaxınlarının Mədinəyə göndərilməsi. Baş vermiş bu müsibətdən sonra Yezid ibn Muaviyyə Hüseynin yaxınlarına istədikləri hər bir şeyi verib Mədinəyə göndərdi. Yezid Nomar ibn Bəşirə onların bütün ehtiyaclarını ödəməyi tapşırdı. Əhl-i Beyt yola düşmək istədiyi vaxt Yezid Hüseynin oğlu Əlini, yəni Zeynəl Abidinin yanına çağırıb dedi: "İstəyirsənsə bizim yanımızda qal, sənin haqqını layiqincə ödəyək." Lakin Zeynəl Abidin Mədinəyə qayıtmağı üstün tutdu. O, çıxıb getmək istədikdə Yezid ona üzrxahlıq edib dedi: "Allah İbn Ziyada lənət eləsin. Vallahi Hüseyin məndən nə istəsəydi ona istədiyini verərdim və onunla razılaşardım. Lakin bu Allahın qədəridir. Sənin də nəyə ehtiyacın olsa mənə yaz." Bundan sonra Yezid 30 nəfər atlı təyin edib Hüseynin ailəsini Mədinəyə qədər müşayiət etməyi onlara tapşırdı. Beləliklə də onları sağ-salamat Mədinəyə çatdırdılar. Təbərinin tarixinə baxa bilərsiniz. Bu faktlara baxdıqda Yezidin bu qətli planlaşdırmadığı, hadisəyə üzüldüyü ehtimal olunur. Lakin bir çox əhl-i alimlərinin dediyi kimi, biz də deyirik ki, əgər o doğrudan da bu işdə iştirak etmiş və tövbə etməmişdirsə, qoy Allah ona layiq olduğu cəzanı versin. Yox, belə deyilsə, onda dilimizi qoruyuruq və məsələni Allaha tərk edirik. Hüseyin qatillərinə axirət əzabından öncə dünya cəzası. Böyük əhl-i alimi İbn Kəsir deyir ki, Hüseyni qətlə yetirənlərin başına gələn müsibətlərə dair nəql edilmiş rəvayətlərin əksəriyyəti səhihdir. Demək olar ki, onların hamısı dünyada ikən cürbəcür bəlalara düçar olmuşlar. Kimisi xəstəlik tapmış, kimisi də dəli olmuşdur. Böyük alim İbn Abdülbar demişdir ki, Hüseyin hicrətin 61-ci ilində Aşura günü qətlə yetirilmişdir. Onun qətlinə bais olmuş zalim Ubeydullah ibn Ziyad hicrətin 67-ci ilində elə Aşura günü öldürülmüşdür. Onu İbrahim ibn Əşdər öldürmüşdür. Sonra da başını kəsib Muxtara göndərmişdir. Muxtar da onu Abdullah ibn Zübeyrə, o da Əli ibn Hüseynə, yəni Zeynəl Abidinə göndərmişdir. Əl-İstiyab kitabında keçməkdədir. Umar ibn Umer deyir ki, Ubeydullah ibn Ziyadı və onun dostlarını öldürüb başları kəsik halda gətirib Rəhbə adlı yerə düzdülər. Rəvayətçi deyir ki, mən onların yanına çatdıqda onlar deyirdilər, gəldi, gəldi. Baxıb gördüm ki, bir ilan gəldi və kəsilmiş başların içində dolaşdı. Sonda gəlib Ubeydullah ibn Ziyadın burun dəliyinə daxil olub, bir müddət orada dayandıqdan sonra getdi. Oradakılar yenə dedilər, gəldi, gəldi. İlan gələrək eyni hərəkəti 2 və ya 3 dəfə təkrarladı. Tirmizi rəvayət etmişdir. Bu, Hüseynin qətlində canfəşanlıq göstərən adamdan Allahın hələ dünyada aldığı intiqam idi. Axirət əzabı isə çox şiddətlidir. Daha sonra isə Ömər ibn Sədi və Şümrü öldürdülər. Hüseyni öldürənlərin əslində kimlər olduğuna bir nəzər salaq. Tarix kitablarında qeyd olunan məşhur məlumata görə Hüseynin qətlini 2 nəfər icra etmişdir. Onlar Sinan ibn Ənəs Ən-Nəxai və Şümür ibn Zülcövşəndir. İşin məsuliyyəti isə əsasən Ubeydullah ibn Ziyadın üzərinə düşürdü. Ubeydullah və Şümür isə vaxtilə Hüseynin atası
Əli ibn Əbu Talibin tərəfdarlarından idilər və onunla bir cərgədə döyüşürdülər. Şiə alimlərindən olan Tusi, Rical elmi haqqında olan kitabında Ubeydullah ibn Ziyadın Əlinin tərəfdarlarından olduğunu demişdir. Rical Tusi kitabı səhifə 54. Digər Şiə alimi Ən-Nəmazi Əş-Şəhrudi Şümür haqqında demişdir ki, Şümür Siffin günü möminlərin əmiri Əli əleyhissalamın qoşununda idi. Alləmə Əli Namazi Əş-Şəhrudi Müstədək İlmur Ricalil Hədis. Hüseynin ölümünə səbəb olmuş Küfə cəmaatının, yəni İmam Əlinin köhnə tərəfdarlarının xəyanəti. İbnül Hənəfiyyə adı ilə məşhurlaşmış Muhammed ibn Əli qardaşı Hüseynə, Allah ondan razı olsun, belə tövsiyə etmişdir. Ey qardaşım, sən Küfəlilərin atana və qardaşına xəyanət etdiklərini bilirsən. Qorxuram birdən sən də əvvəlkilərin halına düşərsən. Zeynül Abidin adı ilə məşhurlaşmış Əli ibn Hüseyn atası Hüseynə xəyanət edib, onu öldürən tərəfdarlarını, yəni şiyələrini qınayaraq belə demişdir. Ey insanlar, sizi Allaha and verirəm, heç bilirsiniz, siz atama məktub yazıb xəyanət etmişsiniz. Ona vəd verib, ona beyət edib, sonra da ona qarşı döyüşüb, alçatmışsınız. Etdikləriniz sizi məhv etsin. Bizə görə ağı deyib ağlayırsınız. Bəs bizi kim öldürüb? Əlinin, Allah ondan razı olsun, qızı Zeynəb, Allah ondan da razı olsun, ağlayaraq onu qarşılayan topluma belə demişdir. Ey Küfəlilər, səsinizi kəsin. Kişiləriniz bizi öldürür, qadınlarınız isə bizi ağladır. Haqq hesab günü bizim ilə sizin aranızda hökmü Allah özü verəcəkdir. Şiə alimlərinin sözləri. Murtuza Mutahhiri deyir ki, heç şübhəsiz Küfəlilər Əlinin tərəfdarları, yəni şiyələri idilər və İmam Hüseyni öz tərəfdarları qətlə yetirmişdilər. Cavad Muhaddisi, bu səbəblərə görə İmam Əli əleyhissalam Küfə əhlindən şikayətlənmiş, İmam Həsən əleyhissalam onlardan xəyanət görmüş, Musib ibn Əqil onların gözü önündə məzlumcasına qətlə yetirilmiş, Hüseyn isə Küfənin yaxınlığında yerləşən Kərbəlada Küfə qoşununun əli ilə susuz öldürülmüşdür. Küfəlilərin ikiyüzlüyünü göstərən digər bir səhnənin şahidi oluruq. Demək, Abdullah ibn Höbzə Ət-Təmimi adlı bir nəfər İmam Hüseyn əleyhissalamın qarşısında dayanıb, Hüseyn haradadır deyərək bağırır. Bu adam Küfəlidir. Dünən Əli əleyhissalam tərəfdarı idi. Ola bilər imama məktub yazanlardan idi. Yaxud imama məktub yazan Şibsin adamlarından idi. Həmin adam sonra belə deyirdi. Ey Hüseyn, sənə cəhənnəm müjdə olsun. Kazım əleyhissayi Ən-Nəcəfi, o demişdir ki, İmam Hüseyn əleyhissalama qarşı döyüşməyə gedən qoşunun hamısı Küfəlilər idi. Onların arasında nə Şamlı, nə Hicazlı, nə Hindistanlı, nə Pakistanlı, nə Sudanlı, nə Misirli, nə də Afrikalı var idi. Hamısı Küfəlilər idi. Onlar müxtəlif qəbilələrdən toplaşmışdılar. Hüseyn ibn Əhməd Əl-Bərqai Ən-Nəcəfi Qəzvini demişdir. Küfə cəmaatına irad tutulan məsələlər Həsən ibn Əli əleyhissalamı zəhərləmələri, Hüseyn əleyhissalamı çağırdıqdan sonra qətlə yetirilmələri idi. Muhsin Əl-Əmin deyir ki, sonra İraq cəmaatından 20 min nəfər Hüseynə beyət edib xəyanətkar oldular. Ona beyət etdikləri halda ona qarşı çıxıb onu öldürdülər. Sonda uca Allahdan Peyğəmbərimizin, ona Allahın salavatı və salamı olsun, reyhanı olan sevimli nəvəsi, cənnətdə şəhidlərin ağası olacaq İmam Hüseynə rəhmət diləyir. Bu hadisəyə olan dərin kədərimizi izləyicilərimizlə bölüşürük. Allahdan ona rəhmət diləyirik və ona zülm edənlərin layiqli cəzasını almasını Allahdan diləyirik. Allaha əmanət olun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Dəyərli izləyicilərimiz, bu mövzulardan ümumiyyətlə tarixin doğru düzgün öyrənilməsi, tarixi məlumatların düzgün araşdırılması və bugün cəmiyyətimizdə və digər cəmiyyətlərdə eşitdiyimiz emosional çıxışlardan fərqli olaraq bizim həqiqəti bilməyimiz üçün tarixi öyrənməyimiz vacibdir. Tarixi isə biz doğru mənbələrdən əldə etməliyik ki, yanlış məlumatlardan özümüzü qorumuş olaq. Ona görə də bizim Azərbaycan dilinə tərcümə etdiyimiz çox gözəl bir tarix kitabı var. Bu tarix kitabında demək Peyğəmbərimizin, ona Allahın salavatı və salamı olsun, vəfatından sonra Hüseynin, Allah ondan razı olsun, Allah ona rəhmət etsin, qətlinə qədər, yəni şəhid olmasına qədər baş verən hadisələrin
xronikası verilməkdədir və həmçinin də bu kitabda tarixi necə oxumalıyıq, tarixi rəvayətlərə necə yanaşmalıyıq. Məsələn, bir çox tarix kitabları var. Məsələn, İmam Təbərinin məşhur tarix kitabı var və hətta o kitabda olan məlumatlara necə yanaşmalıyıq. Ümumiyyətlə, bizə tarixi, İslam tarixini oxuyarkən hansı baxışlarla baxmağımızı öyrədən bir kitabdır. Çox dəyərli kitabdır və burada sizinlə danışdığımız bu hadisələrin tam ətraflı bir şəkildə deməli, oxuyub öyrənə bilərsiniz. Çox məsləhətli kitabdır. İnşallah bu kitab sizdə olsa, Allahın köməkliyi ilə həqiqətən də faydasını görəcəksiniz. Allahdan diləyirəm ki, Allah təala sizi xeyrə müvəffəq etsin. Və onu da qeyd edim ki, kitabın elektron variantına keçidi videomuzun açıqlama bölməsində görə bilərsiniz. Həmin o klikə tıklamaqla bizim deməli sunna.az saytımıza keçib oradan kitabı əldə edib oxuya bilərsiniz.